Bu il ali məktəblərə keçid balları arta bilər. Əsas səbəblərdən biri ötən illərlə müqayisədə abituriyentlərin sayının artması göstərilir. Bu üzrə ən yüksək göstərici 2 və 3-cü ixtisas qrupuna aiddir. 2-ci ixtisas qrupunda ötən illə müqayisədə abituriyentlərin sayı 3000-ə yaxın artıb. 2025-ci il buraxılış imtahanlarında 11 siniflər üzrə təxminən, yəni 2 mart və 9 mart buraxılış imtahanları nəzərə alsaq, ümumilikdə təxminən 116 mindən çox abituriyent buraxılış imtahanında iştirak etmişdi. Təbii ki, burada artıq bloklara gedəndə bəzi şagirdlər blok imtahanında iştirak etmirlər. Onlar sadəcə məsələn kollec və ya da digər sahələrə yönəlirlər və artıq biz keçənki, yəni 24-cü ildəki statistikaya nəzər salsaq görək ki, əslində bütün ixtisas qrupları üzrə sənəd verən abituriyentlərin sayında artım müşahidə olunur. Təbii ki, burada daha çox artım 3-cü qrupda müşahidə olunur və hər ildə demək olar 3-cü qrupa sənəd verən abituriyentlərin sayı da artır və bu ildə 3-cü ixtisas qrupu üzrə balların artımı daha kəskin şəkildə olması gözlənilir. Abituriyentlər isə rəqabətə hazır olduqlarını deyirlər. İmtahan qabağı psixoloji hazırlıq və qida rasionunun düzgün seçilməsi onlar üçün əsas şərtlərdən biri olub. Hal-hazırda 3-cü ixtisas qrupu üzrə hazırlaşıram. Öz sinif yoldaşlarımızla birlikdə 9 martda 11 illik buraxılış imtahanına girdik. Həmən buraxılışda 240 bal nəticə göstərdim. Hal-hazırda 25 may olan blok imtahanına hazırlaşırıq yüksək səviyyədə. Gələcək planım hüquqşünaslıq üzrə ixtisas almaqdır. 9 mart buraxılış imtahanından 210 bal yazmışam. Hal-hazırda da bloka hazırlaşıram, hansı ki 2 həftə sonra olacaq. Və ümidim odur ki, 400 baldan ümumi olaraq inşallah 300 balı keçərəm. Bununla da 500 balı keçməyi hədəfləyirəm və hansı ixtisası istədiyimə baxsaq, bu il yeni 3-cü qrupda yeni ixtisaslar yaranır. Bununla yeni kadrlar əmələ gəlir və mən bunlardan biri olmaq istəyirəm. Onu da qeyd edək ki, may ayının 26-sı və iyunun 1-də bloklar üzrə imtahanlar keçiriləcək. İxtisas seçimi isə avqust ayında nəzərdə tutulur. Nilufər Səlim, Zahir Aşımov, Səbuy Sadiq, Trisər.